Dostlar, salam. Boyun ağrısı. Başın arxa hissəsində ağırlıq, çiyinlərdə gərginlik, bəzənsə baş gicəllənmə. Bir çox insan bu şikayətlərlə illərlə yaşayır və əksəriyyət bunun səbəbini sadəcə yorğunluq hesab edir. Amma bəzən problem boyun fəqərələrində baş verən dəyişikliklərlə əlaqəli ola bilər. Bugün çox vacib bir mövzudan danışacağıq. Boyun osteoxondrozu nədir? Niyə yaranır? Hansı təbii üsullar kömək edə bilər? Baş gicəllənmə ilə əlaqəsi varmı? Və hansı hallarda mütləq həkimə müraciət etmək lazımdır? Mən doktor Azərəm. Gəlin başlayaq. Əvvəlcə bir şeyi başa düşək. Boyun osteoxondrozu nədir? Boyun fəqərələrinin arasında yerləşən disklər illər ərzində müəyyən dəyişikliklərə məruz qala bilər. Bu dəyişikliklər yaş artdıqca daha çox rast gəlinir. Amma yalnız yaş səbəb deyil. Uzun müddət kompüter qarşısında işləmək, telefonu saatlarla aşağı baxaraq istifadə etmək, oturaq həyat tərzi və boyun əzələlərinin zəifləməsi də bu prosesə təsir edə bilər. Təsəvvür edin ki, boyun fəqərələri arasında yerləşən disklər amortizator kimidir. Onlar hərəkət zamanı təzyiqi azaldır, amma zaman keçdikcə elastikliyini müəyyən qədər itirə bilirlər. Məhz bu dəyişikliklər osteoxondroz adlandırılan prosesin bir hissəsi ola bilər. Burada vacib məqam odur ki, MRT-də osteoxondroz yazılması həmişə xəstəlik əlaməti demək deyil. Çünki yaş artdıqca bir çox insanda müəyyən dəyişikliklər görünə bilər. Əsas məsələ həmin dəyişikliklərin şikayət yaradıb yaratmamasıdır. İndi isə vacib suala keçək. Boyun osteoxondrozu niyə yaranır? Ən geniş yayılmış səbəblərdən biri uzun müddət eyni vəziyyətdə qalmaqdır. Məsələn, saatlarla kompüter qarşısında işləmək və ya telefonu aşağı baxaraq istifadə etmək. Bu zaman boyun əzələləri davamlı gərgin vəziyyətdə qalır. İllər keçdikcə bu vəziyyət narahatlığa səbəb ola bilər. Digər vacib səbəb isə hərəkətin az olmasıdır. Boyun əzələləri zəiflədikdə fəqərələrə düşən yük artır. Bu da bəzi insanlarda ağrı və gərginlik hissini gücləndirə bilər. Artıq çəki də müəyyən rol oynaya bilər. Çünki onurğaya düşən ümumi yük artır. Bəzi insanlarda isə əvvəlki travmalarda sonradan şikayətlərin yaranmasına səbəb ola bilər. İnsanların çoxu boyun osteoxondrozunu yalnız boyun ağrısı ilə əlaqələndirir. Halbuki əlamətlər fərqli ola bilər. Ən çox rast gəlinən şikayət boyun ağrısıdır. Amma bununla yanaşı çiyinlərdə gərginlik, başın arxa hissəsində ağırlıq, boynu hərəkət etdirərkən narahatlıq və bəzən qollara yayılan ağrılar da ola bilər. Bəzi insanlar səhər yuxudan oyananda boyunlarının tutulduğunu hiss edirlər. Gün ərzində hərəkət etdikcə vəziyyət bir qədər yaxşılaşır. Digərlərində isə əksinə günün sonunda ağrılar artır. Çünki uzun müddət eyni vəziyyətdə işləmək əzələləri yorur. İndi isə insanların ən çox soruşduğu suallardan birinə cavab verək. Boyun osteoxondrozu baş gicəllənmə yaradırmı? Bu mövzu çox müzakirə olunur. Həqiqət budur ki, baş gicəllənmənin onlarla fərqli səbəbi var. Daxili qulaq problemləri, qan təzyiqi dəyişiklikləri, bəzi sinir sistemi xəstəlikləri və digər səbəblər. Bəzi insanlarda boyun əzələlərinin güclü gərginliyi və ya boyun problemləri baş gicəllənməyə bənzər narahatlıq hissi ilə əlaqəli ola bilər. Amma hər baş gicəllənməni boyun osteoxondrozu ilə izah etmək düzgün deyil. Məhz buna görə bu əlamət olduqda səbəbi araşdırmaq vacibdir. İnsanların çox etdiyi səhvlərdən biri də budur. Boyun ağrısı başlayır. İnternetdə oxuyurlar ki, səbəb osteoxondrozdur və özlərinə diaqnoz qoyurlar. Halbuki boyun ağrısının da onlarla fərqli səbəbi ola bilər. Əzələ gərginliyi, disk problemləri, sinir sıxılması, travmalar və digər vəziyyətlər. Məhz buna görə düzgün qiymətləndirmə vacibdir. Növbəti hissədə isə ən maraqlı mövzuya keçəcəyik. Boyun osteoxondrozu zamanı hansı təbii üsullar kömək edə bilər? İsti kompres faydalıdırmı? Masaj hər kəs üçün uyğundurmu? Hərəkət və məşqlərin rolu nədir? Və insanlar bu mövzuda ən çox hansı səhvlər edirlər? Bütün bunlardan növbəti hissədə danışacağıq. İndi isə gəlin, insanların ən çox maraqlandığı hissəyə keçək. Boyun osteoxondrozu zamanı hansı təbii üsullar kömək edə bilər? Əvvəlcə çox vacib bir şey qeyd edək.
Heç bir bitki və ya təbii vasitə fəqərələrdə yaranmış dəyişiklikləri geri qaytarmır. Bu mümkün deyil. Amma bəzi üsullar ağrının, əzələ gərginliyinin və narahatlığın azalmasına kömək edə bilər. Məhz buna görə məqsəd yalnız ağrını gizlətmək deyil, boyuna düşən yükü azaltmaqdır. İlk olaraq ən vacib üsuldan danışaq. Hərəkət. Bəzi insanlar düşünür ki, boyun ağrıyırsa, mümkün qədər az hərəkət etmək lazımdır. Halbuki uzun müddət hərəkətsiz qalmaq əzəllərin daha da zəifləməsinə səbəb ola bilər. Əlbəttə ki, kəskin ağrı zamanı vəziyyət fərqi ola bilər. Amma ümumilikdə boyun əzəllərinin gücləndirilməsi gələcəkdə narahatlığın azalmasına kömək edə bilər. Müntəzəm yüngül məşqlər, boyun hərəkətləri, çiyin əzəllərinin gücləndirilməsi və düzgün duruş. Bu baxımdan böyük əhəmiyyət daşıyır. İndi isə isti kompres haqqında danışaq. Bu mövzuda çox sual verilir. İsti kompres bəzi insanlarda əzələ spazmını azaltmağa kömək edə bilər. Əzəllər boşaldırda gərginlik hissi də azala bilər. Lakin hər vəziyyətdə isti tətbiq etmək düzgün deyil. Əgər yeni travma baş veribsə və ya iltihab ehtimalı varsa, özbaşına isti tətbiq etmək məsləhət görülmür. İndi isə masaj mövzusuna keçək. Masaj bir çox insanı rahatlaşdırır. Doğrudan da bəzi hallarda boyun əzəllərinin gərginliyini azalda bilər. Amma burada çox vacib məqam var. Masaj hər kəs üçün uyğun deyil. Xüsusilə güclü ağrı, qollarda keymə, əzələ zəifliyi və ya digər ciddi əlamətlər olduqda əvvəlcə səbəb müəyyən edilməlidir. Çünki bəzi hallarda güclü masaj vəziyyəti daha da pisləşdirə bilər. İnsanların ən çox etdiyi səhvlərdən biri də boyunu çatlatmaqdır. Bəziləri bunu rahatlama kimi qəbul edir. Amma bu vərdişi tez-tez təkrarlamaq düzgün yanaşma hesab olunmur. Çünki problem aradan qalxmır. Sadəcə qısa müddətli rahatlıq hissi yarana bilər. İndi isə bitkilərdən danışaq. Boyun osteokondrozu zamanı müxtəlif bitki tərkibli kremlər və məlhəmlər istifadə olunur. Məsələn, kapsaisin, mentol və ya müxtəlif bitki ekstraktları olan məhsullar. Bəzi insanlarda bunlar isinmə hissi yaradaraq narahatlığı azalda bilər. Lakin onların təsiri əsasən simptomatikdir, yəni səbəbi aradan qaldırmırlar. Bəzi insanlar zəncəfil çayından da istifadə edirlər. Zəncəfil üzərində iltihabla bağlı müxtəlif elmi araşdırmalar aparılıb. Bu səbəbdən bəzi insanlar onu ümumi sağlam qidalanmanın bir hissəsi kimi qəbul edirlər. Sarıkök də oxşar səbəblərlə maraq doğuran bitkilərdəndir. Tərkibində kurkumin adlı maddə mövcuddur. Bu maddə də alimlər tərəfindən araşdırılır. Amma burada vacib məqam budur. Bu bitkilər sağlam həyat tərzini və həkim tövsiyələrini əvəz etmir. Sadəcə bəzi hallarda dəstək məqsədi ilə istifadə oluna bilər. İndi isə çox vacib bir məqama toxunaq. Yastıq. Bəzi insanlar yüksək yastıqda yatır. Bəziləri isə ümumiyyətlə yastıq istifadə etmir. Hər iki vəziyyət bəzi insanlarda boyun narahatlığını artıra bilər. Boyun onurğasının mümkün qədər neytral vəziyyətdə qalması daha məqsəd uyğun hesab olunur. Yastıq seçimi isə insanın yatma vəziyyətinə və fərdi xüsusiyyətlərinə uyğun olmalıdır. Digər vacib məsələ isə telefon istifadəsidir. Son illərdə telefon boyunu anlayışı daha çox istifadə olunur. İnsan saatlarla başını aşağı salaraq telefona baxır. Bu zaman boyun fəqərələrinə düşən yük artır. Əgər bu vəziyyət hər gün saatlarla davam edirsə, boyun əzəlləri daha tez yorula bilər. Bəzən sadəcə telefonu göz səviyyəsinə qaldırmaq belə boyuna düşən yükün azalmasına kömək edir. İndi isə insanların ən çox etdiyi səhvlərə baxaq. Birinci səhv – tam hərəkətsizlik. İkinci səhv – internetdə görülən hər məşqi özbaşına etmək. Üçüncü səhv – davamlı ağrı kəsicilərlə problemi gizlətmək. Dördüncü səhv – duruşa diqqət etməmək. Beşinci səhv – boyun ağrısını aylarla göz ardı etmək. Növbəti hissədə isə ən vacib mövzulardan danışacağıq. Boyun osteokondrozu nə vaxt təhlükəli ola bilər? Qollarda keymə nə deməkdir? Hansı əlamətlər təcili qiymətləndirilməlidir? Və insanların bu mövzuda inandığı ən böyük miflər hansılardır? Bütün bunlardan növbəti hissədə danışacağıq. İndi isə gəlin ən vacib hissəyə keçək. Çünki boyun osteokondrozu hər zaman sadəcə boyun ağrısı ilə məhdudlaşmır. Bəzən bədən daha ciddi siqnallar göndərə bilər. Məhz buna görə hansı hallarda həkimə müraciət etməyin vacib olduğunu bilmək lazımdır. Əvvəlcə bir şey vurğulayaq. Əgər boyun ağrısı bir neçə gün davam edib sonra keçirsə, bu hər zaman ciddi problem demək deyil. Uzun müddət kompüter qarşısında işləmək, yuxunu narahat vəziyyətdə almaq, əzələlərin həddindən artıq gərilməsi, bunlar müvəqqəti ağrıya səbəb ola bilər.
Amma bəzi hallar var ki, diqqətdən yayınmamalıdır. Məsələn, qollarda keymə. Əgər keymə təkrarlanırsa, barmaqlara yayılırsa və ya əlin gücü azalırsa, bu vəziyyət mütləq qiymətləndirilməlidir. Çünki bəzi hallarda sinir köklərinin sıxılması kimi problemlər ola bilər. Digər vacib əlamət isə əzələ zəifliyidir. İnsan əvvəl rahatlıqla qaldırdığı əşyanı qaldıra bilmir. Əlində güc azalır. Əşyalar əlindən düşür. Bu hallarda yalnız masaj və ya məlhəmlərlə kifayətlənmək düzgün deyil. Başqa vacib siqnal isə şiddətli və qəfil başlayan boyun ağrısıdır. Xüsusilə travmadan sonra yaranırsa. Belə hallarda vaxt itirmədən tibbi yardım almaq lazımdır. İndi isə baş gicəllənmə mövzusuna yenidən qayıdaq. Bir çox insan düşünür ki, hər baş gicəllənmənin səbəbi boyun osteokondrozudur. Bu doğru deyil. Baş gicəllənmənin səbəbi daxili qulaq problemləri, qan təzyiqi dəyişiklikləri, ürək-damar xəstəlikləri, sinir sistemi problemləri və bir çox başqa vəziyyətlər də ola bilər. Məhz buna görə bu əlaməti yalnız boyunla əlaqələndirmək düzgün yanaşma deyil. İndi isə insanların ən çox inandığı miflərə baxaq. Birinci mif. Rentgendə osteokondroz yazılıbsa, bütün ağrılarımın səbəbi budur. Xeyr, bir çox insanda MRT və ya rentgendə yaşla bağlı dəyişikliklər görünə bilər. Amma onların heç bir şikayəti olmaya da bilər. Müalicə yalnız şəkilə yox, insanın şikayətlərinə əsasən planlaşdırılır. İkinci mif. Boynumu nə qədər çox çatlatsam, bir o qədər yaxşı olar. Bu da doğru deyil. Boynu tez-tez çatlatmaq problemin səbəbini aradan qaldırmır. Bəzən hətta vəziyyəti daha da pisləşdirə bilər. Üçüncü mif. Yalnız yaşlı insanlarda olur. Xeyr, yaş artdıqca daha çox rast gəlinsə də, uzun müddət kompüter qarşısında işləyən, telefonu saatlarla aşağı baxaraq istifadə edən və hərəkətsiz həyat tərzi keçirən gənclərdə də boyun problemləri görülə bilər. Dördüncü mif. Ağrı keçibsə, problem tam həll olunub. Bu da tam doğru deyil. Bəzən ağrı azalır, amma onu yaradan səbəblər qalmağa davam edir. Əgər duruş dəyişmirsə, əzələlər gücləndirilmirsə və gündəlik vərdişlər düzəlmirsə, şikayətlər yenidən qayıda bilər. Beşinci mif. Yalnız məlhəmlərlə sağalmaq mümkündür. Məlhəmlər bəzi insanlarda müvəqqəti rahatlıq verə bilər. Amma əsas rol düzgün hərəkət, boyun əzələlərinin gücləndirilməsi, duruşun düzəldilməsi və gündəlik vərdişlərin dəyişdirilməsinə məxsusdur. İndi isə boyun sağlamlığını qorumaq üçün gündəlik həyatda nələr edə biləcəyimizə baxaq. Əgər kompüterdə işləyirsinizsə, monitor göz səviyyəsində olmalıdır. Telefonu mümkün qədər göz səviyyəsinə qaldırmağa çalışın. Hər 30-dan 40 dəqiqədən bir qısa fasilə verin. Boyun və çiyin əzələlərini hərəkət etdirin. Uzun müddət eyni vəziyyətdə oturmayın. Müntəzəm fiziki aktivlik yalnız bel üçün deyil, boyun üçün də böyük əhəmiyyət daşıyır. Çünki güclü əzələlər onurğanı daha yaxşı dəstəkləyir. Bir şeyi də unutmayaq. Məqsəd insanları qorxutmaq deyil. Məqsəd məlumatlandırmaqdır. Çünki məlumatlı insan sağlamlığına daha məsuliyyətlə yanaşır və lazım olan vaxtda düzgün müayinədən keçir. Bu videodan yadınızda qalan ən vacib fikir nə olmalıdır? Boyun osteokondrozu çox yayılmış problemdir. Amma hər boyun ağrısı osteokondroz demək deyil. Təbii üsullar və düzgün həyat tərzi bəzi insanlarda şikayətlərin azalmasına kömək edə bilər. Lakin qollarda keymə, əzələ zəifliyi, şiddətli ağrı və ya digər ciddi əlamətlər olduqda mütləq həkimə müraciət etmək lazımdır. Ən təhlükəli yanaşma isə yenə budur, keçər. Bəzən keçir, amma bəzən bədən sizə vacib siqnal göndərir və həmin siqnalı vaxtında görmək böyük fərq yarada bilər. Mən Doktor Azərəm. Əgər video faydalı oldusa, videonu bəyənməyi və paylaşmağı unutmayın. Çünki bəzən bir məlumat kiminsə illərlə davam edən boyun ağrısının səbəbini daha tez anlamağına kömək edə bilər. Və növbəti videoda çox maraqlı bir mövzudan danışacağıq. Yeməkdən sonra yuxu gəlməsi normaldır. Niyə bəzi insanlar yeməkdən dərhal sonra yuxulama hiss edir? Bu sadəcə normal həzm prosesidir, yoxsa bədən hansısa siqnal göndərir? Hansı qidalar buna daha çox səbəb olur? Və bu vəziyyət nə vaxt diqqət tələb edir? Bütün bunları növbəti videoda danışacağıq. Sağ olun, salamat qalın.